Salam əziz MİQV sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə tam 2026 test bankindən olan təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili mövzusunun testlərini izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurikulum dərslərimizə qoşulmaq istəyənlər 055 468 8924 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Deməli, bu testlərdə biz təlim prosesində inteqrasiyanı təmin edən fəaliyyətlər, həyatla əlaqəli tapşırıqlar, fən daxili, fənlər arası, fən üstü inteqrasiyanı, fənlər üzrə ayrı-ayrı izahlarına baxacağıq. Çox maraqlı testlər var. Vaxt itirmədən gəlin başlayaq. Birinci sualda deyir ki, əvvəlcədən onu deyim ki, fən daxili inteqrasiya deyəndə eyni fən üzrə əlaqələnmə olur. Yəni onun içində üfüqi inteqrasiya və şaquli inteqrasiya var. Şaquli inteqrasiya eyni səviyyədə paralel mövzuları əlaqələndirir. Üfüqi inteqrasiya eyni səviyyədə paralel mövzuları, şaquli inteqrasiya isə keçmiş mövzu ilə yeni mövzu arasında əlaqəni göstərir. Fənlərarası inteqrasiya iki və ya daha çox fənni birlikdə göstərir. Fən üstü inteqrasiya isə real həyat problemini, layihə, həyat tərzi bu kimi ifadələr özündə əks etdirir. Yəni baxaq, birinci sualda deyir ki, biologiya fənninlə bağlıdır, ancaq məndən sizə məsləhət yalnız öz fəninizə aid olan işləmin, bütün testlər işləyin ki, qoyun beyninizdə suallar öz əksini tapmış olsun. İzahlarla birlikdə əlbəttə ki. Birinci sualda deyir, müəllim şagirdlərə müxtəlif iqlim qurşaqlarında yayılmış bitki növləri haqqında məlumat verir və dünya xəritəsi üzərində ekvatorial, mülayim və qütb iqlim zonalarını göstərir. Daha sonra şagirdlərdən bu iqlim qurşaqlarında bitki örtüünün niyə fərqli olduğunu izah etməyi və iqlim amillərinin canlıların yayılmasına təsiri barədə nəticə çıxartmağı tapşırır. Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Ümumiyyətlə testi oxuyanda hər sözə, nöqtəyə, vergülə, hər şey diqqət edin. Çünki artıq bütün testlər inteqrasiya şəklində verilir. Yəni, yalnız sən bir mövzunu oxumaqla gedib imtahandan keçə bilməsən. Bir neçə mövzunun vəhdəti şəklində bir sual hazırlanır. Məsələn, bu sualda bir neçə dənə mövzu var. Bilmirik orada variantlarda bizə necə soruşulur. Ona görə sualların mahiyyətinə, məğzinə varmaq lazımdır. Deməli, bu sualda bizdən nə istəyir? Bitkilərin müxtəlif iqlim qurşaqlarında yayılması xəritə ilə işləmə və iqlim amillərinin təsiri öz əksini tapmaqdadır burada. Çünki burada biologiya var, coğrafiya var, iqlim qurşaqları. Yəni, birlikdən bunlar burada istifadə olunurlar və bu fənlər arası inteqrasiyanı özündə göstərir. Eyni zamanda biologiyanın daxilində canlıların yayılması ilə ekoloji amillərin əlaqəsi qurulmuş olur. Əsas vurğu fərqli fənnə keçidin göstərilməsidir. Baxın, iqlim zonalarıdır, bitki növləridir. Biz buradan görürük ki, fənlər arasıdır. Fənn üstü, yəni real həyatla problem, layihə, həyat tərzi heç nə vurğulanmır. Ona görə burada cavab fənlər arası A bəndi olmuş olur. İkinci sual. Şagirdlərə tapşırılır ki, məktəbin həyətində və ya evlərinin ətrafında rast gəlinən iki fərqli bitki növünü seçsinlər. Onlar bu bitkilərin böyüdüyü mühit şəraitini müşahidə etsin, bitkilərin yarpaq quruluşu və xarici görünüşündəki fərqləri qeyd etsin və bu fərqlərin mühitlə necə əlaqəli ola biləcəyini izah etsin. Şagirdlər iki bitkini seçirlər, deməli nə olur? Onları müşahidə edirlər və fərqlərini izah edirlər. Yəni tapşırıq tamamilə nə ilə bağlıdır, hansı fənlə bağlıdır? Biologiyanın daxilində cərəyan edir. Yəni bitkinin quruluşu, mühitə uyğunlaşması, yəni bir fənnin müxtəlif mövzularını əlaqələndirir. Bu da fən daxili inteqrasiya olmuş olur. Müxtəlif paralel mövzuları əlaqələndirir və buna görə də üfüqi inteqrasiya hesab olunur. Şaquli yox, şaquli siniflər arasındadır. Yəni keçmiş mövzudan yeni mövzu arasındadır. Bir mövzunun belə bir sadə versiyasından mürəkkəb versiyası arasında əlaqəli olunur, şaquli inteqrasiya olar. Məsələn, burada desəydik ki, məsələn, bitkilərin böyüdüyü mühit şəraitini daha mürəkkəb şəkildə keçirlər. Deməli, bunlar sadəni keçiblər ki, mürəkkəbi də keçirlər. O zaman şaquli inteqrasiya olardı. Ancaq, yenə deyirəm, bu sual, məsələn, gəlib tarixçilərə düşə bilməz. Çünki tarixçi nə bilsin ki, biologiyada necə olur? Tarixçi özünə xas şəkildə düşür, öz mövzularına uyğun düşür və o da onu oradan avtomatik tuta bilir ki, söhbət nədən gedir. Deməli, burada cavab oldu D bəndi. Fən daxili üfüqi.
Üçüncü sual. Şagirdlərdən müxtəlif canlılarda, fərqli təbii zonalarda tənəffüsün necə baş verdiyini müqayisə etmələr tələb olunur. Onlar bu canlıların yaşadığı mühit xüsusiyyətlərini nəzərə alaraq tənəffüs orqanlarındakı fərqlərin hansı funksional üstünlüklər yaratdığını müəyyənləşdirməli və bu uyğunlaşmaların canlıların yaşamasına necə xidmət etdiyini əsaslandırmalıdırlar. Baxın, balıq, quş, məməli vurğulanıb burada mötərizədə. Bunlar tənəffüs sistemi müqayisə olunur burada əlbəttə ki və funksional üstünlüklər qeyd olunur. Və müqayisə biologiyanın müxtəlif bölmələri arasında gedir. Ona görə fən daxil olur. Müxtəlif bölmələr arasında da gedir, amma həmçinin heyvanların yaşayış mühitinə bura daxil olur. Ekologiya ilə də əlaqələnir, coğrafiya ilə. Ona görə həm coğrafiya ilə biologiyanın arasında əlaqə var. Həmçinin də fən daxili var. Bir neçə mövzu arasında əlaqə olan da fən daxilidir, yəni üfüqi inteqrasiyadır və coğrafiya ilə biologiya arasında əlaqə var. Təbii zonalar deyir, müxtəlif canlılar deyir. Coğrafiya ilə biologiya fənlər arası və fən daxili A bəndi olmuş olur. Dördüncü sual. Son günlər məktəbin bir neçə şagirdi dərsdə tez yorulduqlarını, idman dərsində nəfəs darlığı yaşadıqlarını və diqqəti dərslərə cəlb etməkdə çətinlik çəkdiklərini deyirlər. Şagirdlər bu məsələni həll etmək üçün sağlam həyat tərzi və fiziki aktivliklə bağlı araşdırma aparır. Riskli halları müəyyən edir və sağlam həyat tərzi ilə bağlı rejim hazırlayırlar. Burada fən üstü olur. Niyə? Çünki sağlam həyat tərzi, fiziki aktivlik, diqqətli araşdırma, risk analizi, yəni burada bir tək fən yox, real həyat problemi həll edilir. Yəni biologiya, fiziki tərbiyə, həyat bilgisi, sosial yanaşma, yəni bu artıq fən üstü inteqrasiyadır. Real həyat problemi burada yer almış olur. Artıq bir neçə belə deyim, burada həm fənlər arası fən üstü olsaydı o variant daha gözəl olardı. Amma yoxdur burada. Yəni siz deyə bilərsiniz onda A bəndi. Xeyr, A bəndi çünki burada fən üstü barbar bağırır ki, mən buradayam. Çünki həyat tərzi deyir. Həyat tərzi sözünü harda gördünüz, qaça-qaça fən üstünü götürün. Çünki artıq dərs kitabından çıxıb. Dərs kitabından çıxırsa deməli həyat tərzidir, real həyatdır. Bunlar fən üstü olduğunu barbar bağırır bizə. Və fənlər arası olsa lap gözəl olardı. Yoxdursa onda fən üstünü təkcə götür. Ancaq eləcə fənlər arası götürən mənəm. Çünki sən orada deyə bilər ki, hanı burada fənlər arası? Sən gərək orada həyat tərzini deyəsən, o da sənə qaydar deyər ki, bəs həyat tərzi varsa fən üstü dura-dura niyə fənlər arasını götürürsən? Ona görə cavabımız fən üstü olmuş olur. İki başlı belə çaşdırıcı suallar olur. Çünki tam və natamam suallar olur. Məsələn, A bəndi natamamdır, doğrudur, səhv deyil, amma natamamdır, tam deyil. Pedaqoji prosesin tamlığında necə deyirik? Öyrədici, inkişaf etdirici, tərbiyəcilik olsun. Yəni üçü də bir arada olsun. Bir olmayanda avtomatik həmən o tamlıq natamamlıq olur. O baxımdan. Cavab B bəndi keçdik fizikə. Şagirdlərdən laboratoriya işi zamanı elektrik cərəyanının metal, maye və qaz mühitlərində necə yarandığını müşahidə etmələri buna əsaslanaraq cərəyanın hansı mühitdə daha asan, hansı şəraitdə isə daha çətin keçdiyini ümumiləşdirib nəticə çıxartmaları tələb olunur. Elektrik cərəyanının müxtəlif mühitlərdə keçməsi, laboratoriyalarda müşahidə olunmasını burada görürük. Fizikanın öz mövzuları arasında əlaqə var burada, ona görə fən daxil olur və müxtəlif anlayışlar, metal, maye, qaz eyni mövzuda paralel işləndiyinə görə yenə bir daha üfüqi inteqrasiyanı götürmüş oluruq. Burada fənlər arasılıq bir məqam yoxdur. Yəni kimya falan yoxdur. Bir fənin içində gedir, cərəyan edir. Yəni eyni səviyyədə paralel mövzuların inteqrasiyası burada yer almış olur. Yəni eyni fənin mövzuları arasında paralel cərəyan mövcuddur. O da olur fən daxili üfüqi. Amma keçmiş mövzu ilə yeni mövzu arasında əlaqə olsa şagülünü götürərdi. Bir oldu D bəndi. 2-yə baxıram. Məsafə və zaman göstəricilərinə əsaslanaraq sürəti hesablayın və nəticəyə görə cismin hərəkətinin xarakterini müəyyən edin. Məsafə və zamana əsasən sürəti hesabla deyirsə, burada fizika və riyaziyyat yer almış olur. Hesablama olduğuna görə bu fənlər arası hesab olunur. Yəni fən daxillik, fən üstülük bir məqam yoxdur. Həyatla əlaqəli bir məqam vurğulanmayıbdır. Sonra keçək neçənci sualı? Üçüncü sualımıza keçirik.
Verilmiş nüvə bölünməsi və sintez reaksiyası zamanı ayrılan enerjini hesablayın. Reaksiyada kütlə defektinin necə yarandığını izah edin, həmçinin başlanğıc və son məhsulları maddələrin çevrilməsi baxımından müqayisə edərək bu çevrilmənin enerji ayrılması ilə əlaqəsini açıqlayın. Tapşırıqda nə var ümumiyyətlə? Nüvə reaksiyası, enerjinin hesablanması, kütlə defekti var, sonra nə var? Başlanğıc və son maddələrin müqayisəsi var. Və burada fizika, nüvə reaksiyası, enerji vurğulanır. Həmçinin kimya, maddələrin çevrilməsi, reaksiya məhsulları, deməli bir neçə fən birlikdə istifadə olunur. Niyə fən daxili deyil? Çünki təkcə fizikanın daxili mövzular deyil, kimyəvi baxış da burada yer almış olur. Niyə fən üstü deyil? Çünki real həyat problemi və ya layihə mövcud deyil, sadəcə elmi anlayışların izahı mövcuddur. Ona görə də burada cavabım fənlər arası olur. 4-ə baxıram. Məktəbdə bəzi yerlərdə su kranlarının tam bağlanmaması və sızma nəticəsində gündəlik olaraq böyük miqdarda su itkisinin baş verdiyi müşahidə olunur. Bu həm su israfına, həm də əlavə xərclərə səbəb olur. Problemin aradan qaldırılması üçün araşdırma aparılması və texnoloji həll yolu hazırlanması lazımdır. Məktəbdə su itkisi problemi mövcuddur. Tapşırıqda deməlindən qeyd olunur, real problem, yəni su israfı, araşdırma, texnoloji həll yolunu hazırlama. Burada artıq biz fizikanı, yəni axın, təzyiq, texnologiya, ekologiya, coğrafiya, iqtisadi yanaşma, bunlar mövcuddur. Amma əsas məqsəd nədir? Real həyat problemini həll etmək, bu artıq sadəcə fənləri qarışdırmaq deyil, həyat yönümlü layihəni göstərir. Burada fən üstü və fənlər arası olsa o da doğru cavab olardı. Y bəndində fən daxil olmasa doğru olardı. Ancaq burada belə deyim, yalnız fən üstünü götürür. Çünki yenə deyirəm, real problem, su israfı real problemdir. Yəni su israfından su itkisinin baş verdiyi müşahidə olunur. Su israfı, əlavə xərclər, yəni artıq sinifdən kənara çıxırıq biz, real həyat problemidir. Cümləni oxuyanda həmişə beyninizdə canlandırın ki, bu real həyat problemidir, yoxsa yox. Real həyat problemi olanda avtomatik fən üstü götürülür. 4 oldu C bəndi. 1-ə baxıram. İnformatikada. Şagirdlər regiona aid coğrafi məlumatları CIS proqramında xəritə üzərində yerləşdirir və məlumat qatlarını təhlil edir. Nəticələri verilənlərin emalı və vizuallaşdırması baxımından qısa şəkildə izah edilir. Coğrafi məlumatlar GIS proqramı ilə analiz edilir və nəticələr emal olunur və vizuallaşdırma ilə təqdim olunma həmçinin var. Coğrafiya, informatika birlikdə istifadə olunubdur. Ona görə mən bunu fənlər arası götürürəm. Niyə fən daxili deyil? Çünki yalnız informatika mövzusu deyil. Belə deyim, yalnız onun daxilində olanlar cərəyan eləmir. Digər fəndə var. Niyə fən üstü deyil? Çünki real həyat, layihə burada yer almayıbdır. Cavab olur fənlər arası, coğrafiya və informatika arasında əlaqə var. 1 oldu B bəndi. Sonra keçirik ikinci suala. Şagirdlər məktəbdə bir ay ərzində keçirilən tədbirlərin adlarını və tarixlərini siyahı şəklində qeyd edirlər. Bu siyahını qruplaşdırmaq, məsələn, tarixə və ya tədbirin növünə görə sistemli informasiya halına salır. Daha sonra həmin informasiyadan istifadə etməklə müəyyən tarixdə keçirilən tədbiri tap əməliyyatını izah edən sadə alqoritm tərtib olunur. Deməli, tapşırıqda nə edilir? Məktəbdə keçirilən tədbirlərin siyahısı hazırlanır, qruplaşdırılır, tarixə görə, sonra sadə alqoritm qurulur. Burada məlumatın toplanması, qruplaşdırılması, alqoritm tərtibi yer almış olur. Hamısı da informatika fənninin daxilində cərəyan edən bacarıqlardır. Üfüqi inteqrasiya niyə olur? Çünki eyni səviyyədə olan informatika mövzulardır. Məlumat və qruplaşdırma plus alqoritm əlaqələnir. Ona görə məzmun xəttlər arasında əlaqə olmuş olur. Ona görə üfüqi inteqrasiyadır. Keçmiş dərsin materiallardan istifadə olunmur. Ona görə mən bunu şagirdə götürə bilmərəm. Burada cavabım olur Y bəndi. Keçək 3-cü sualımıza. Şagird əvvəlcə dəyişənlərdən və şərt deyimlərindən istifadə edərək sadə parol yoxlama alqoritmi qurur. Daha sonra proqramda sətr tipli verilənlər və məntiqi ifadələrdən istifadə etməklə parolun uzunluğunu, böyük və kiçik hərflərin, rəqəmlərin və xüsusi simvolların mövcudluğunu yoxlayan daha təkmil proqram hazırlayır. Baxaq görək hansına aiddir. Deməli, nə deyir? Şagird əvvəl sadə şərt operatorları ilə alqoritm qurur, sonra proqramı təkmilləşdirərək parolun uzunluğunu, böyük, kiçik hərf, rəqəm və simvol olub-olmadığını yoxlayır. Burada deməli, təhlil eləyək, nə deyir? Eyni fən daxilində mövzu
inkişaf etməkdədir. İnformatika proqramlaşdırma üzrə əlbəttə ki, sadədən mürəkkəbə doğru irəliləyiş mövcuddur və əvvəl asan anlayış, sonra da dərinləşmə mövcuddur. Üzr istəyirəm. Yəni burada şaquli, fəndaxili inteqrasiyadır. Nəyə görə A bəndi olmaz? Çünki üfüqi fəndaxili eyni səviyyədə, eyni mövzuların əlaqələndirilməsini özündə əks elətdirir. Burada isə mərhələli inkişaf mövcuddur. Sadədən mürəkkəbə doğru. Fənlərarası niyə olmaz? Başqa fənlə əlaqə yoxdur. Yəni riyaziyyat, fizika və s. burada mövcud deyil. Fən üstü, fənlərarası C bəndi niyə olmaz? Nə ümumbəşər problem var, nə də bir neçə fən inteqrasiyası var. B bəndi niyə olmaz? Çoxlu inteqrasiya növü yoxdur, yalnız bir istiqamət gedir və cavab Y bəndi, çünki sadədən mürəkkəbə keçid var. Bu da şaquli inteqrasiyadır. Dördüncü sualımıza baxaq. Dördüncü sualda deyir ki, şagirdlərə köhnəlmiş elektron cihazların düzgün məhv edilməsinin əhəmiyyəti haqqında məqalə təqdim olunur və mövzu üzrə araşdırma işi aparmaları tapşırılır. Daha sonra onlar istifadə olunmayan telefon, planşet və kompüter kimi elektron tullantıların təhlükəsiz və düzgün zərərsizləşdirilməsi ilə bağlı layihə hazırlayırlar. Deməli, elektron tullantılar məhv edilməsi haqqında məqalə araşdırma, sonra layihə hazırlanması var. Burada ekologiya, texnologiya, cəmiyyət, ətraf mühit problemləri, yəni bu kimi sahələr əhatə olunur və real həyat problemi üzərində qurulub. Buna görə də fən üstü inteqrasiyada real həyat problemi mərkəzdə yerləşir. Fənarası, fəndaxili niyə olmaz? Çünki əsas vurğu real həyat problemidir. Təkcə fənlərin əlaqəsi yoxdur. Fəndaxili yoxdur, çünki tək fən çərçivəsində qalmır. İncə dedik C bəndi, fənarası olmaz, sadəcə ki, fənin əlaqəsi deyil. Daha geniş sosial problem var dediyimiz kimi və cavab fən üstüdür. Çünki real həyat problemi əsas mərkəzdə durur. Fəndaxili də deyil, çünki tək fən daxilində cərəyan etmir. Cavabım oldu D bəndi, fən üstü. Keçək riyaziyyata. Müəllim şagirdlərə bərabər sürətli hərəkət edən cismin müəyyən zaman intervalında qət etdiyi məsafəni göstərən cədvəl təqdim edir və onlardan bu məlumatlara əsasən sürəti hesablamağı, məsafə zaman qrafiki qurmağı, qrafikə əsasən cismin hərəkət xarakterini izah etməyi tapşırır. Deməli, cədvəl var, sürət hesablanır, qrafik qurulur, fiziki məna yer alır burada. Riyaziyyat var, qrafik hesablamaya görə, fizika var, hərəkətin xarakterinə görə. Birlikdə tətbiq olunursa, bu fənlərarası inteqrasiya hesab olunur. Cavab C bəndi. Yalnız riyaziyyat deyil, fizika da var, ona görə fən daxili deyil. Real həyat problemi deyil, konkret iki fənin əlaqəsi deyə fən üstü də götürənmərəm. Cavab C bəndi, riyaziyyat, fizika inteqrasiyası var. Deyilən yerdə uyğun deyil, çünki burada fən üstü deyil, fən daxili deyil. Cavabım oldu C bəndi. 2-yə keçək. Müəllim şagirdlərə 2 metr uzunluğunda olan taxta parçasının hər biri 25 sm olan bərabər hissələrə bölünəcəyini bildirir. Şagirdlərdən əvvəlcə taxtanın uzunluğunu santimetrə çevirməyi, daha sonra neçə hissəyə bölünəcəyini hesablamağı tapşırır. Görək burada nədir? Metri santimetri çevirir, sonra bölmə əməliyyatı edir. Bu riyaziyyat daxilində olur, çünki ölçü vahidləri var, bir də bölmə əməliyyatı var. Həmən bu mövzuları əlaqələndirir. Eyni səviyyədə mövzuları əlaqələndirirsə nədir? Fən daxili, üfüqi inteqrasiya. Başqa fən yoxdur, ona görə fənlərarası olmaz. Real problem, mərkəzli bir fikir yoxdur, fən üstü olmaz. Cavabım ona görə eyni səviyyədə iki mövzu əlaqələndirilirsə, fən daxili, üfüqi olmuş olur. Mərhələli siniflər arası dərinləşmə də yoxdur deyə mən burada şaqulini də götürə bilmərəm. Cavabım olur D bəndi. Keçək 3-cü suala. Müəllim şagirdlərə dəyişənli ifadələr və bu ifadələrin ədədi qiymətlərinin tapılması ilə bağlı biliklərə əsaslanaraq dəyişənlər arasında asıllıq ifadə edən sadə xətti model qurmağı və həmin modeldən istifadə edərək verilmiş situasiyaya uyğun nəticə çıxarmağı tapşırır. Burada nə var? Dəyişənli ifadələr var, ədədi qiymət var, dəyişənlər arası asıllıq var, sadə xətti model var, modeldən nəticə çıxartma var. Yəni, hamısı eyni fən daxilində riyaziyyatda olur, mövzular ardıcıl şəkildə dərinləşir, əvvəl bilik, sonra modelləşdirmə yer alır. Bu da şaquli fən daxili inteqrasiyadadır. Çünki sadədən mürəkkəbə inkişaf var. Fən arası, fən üstü, fən daxili olmaz, çünki digər fən və ya real həyat problemi burada əsas götürülmür. Fən arasılıq yoxdur. Mövzu eyni fən daxilində olur deyə fən daxili şaquli inteqrasiyanı götürürük. 3 oldu D bəndi. 4-ə baxırıq. Şagird dərslərində geriləmə müşahidə edir. Bunun səbəblərini araşdırdıqda gündəlik telefondan düzənsiz istifadə etdiyini müəyyənləşdirir. O, bu problemi həll etmək üçün
gündəlik plan qurur, gün ərzində dərsə və istirahətə ayırdığı vaxtı, həmçinin ekran qarşısında keçirdiyi vaxtı qeyd edir. Bu məlumatları həftəlik analiz edərək orta vaxtı hesablayır, düzgün istifadə qrafiki çıxarır. Deməli, şagird telefon istifadəsini analiz edir, plan qurur, vaxtı ölçür, orta hesablayır və qrafik hazırlayır. Burada nə var? Real həyat problemi var, telefon asılılığı var, özünü tənzimləmə var, riyazi analiz var, mərkəzdə real həyat fəaliyyəti yer tutur. Fən üstü inteqrasiyadır. Burada sadəcə riyaziyyat deyil, fən daxili götürənmərəm. Əsas vurğu fən üstüdür, fən daxili yox. Başqa konkret fən əlaqəsi yoxdur deyə fən arası da götürə bilmərəm. Cavabım fən üstü C bəndi. Tarixə keçək. Tarix dərsində müəllim İpək yolunun əhəmiyyətini keçərkən şagirdlərə tacir rolunda çıxış etməyə tapşırır. Onlar marşrutu xəritədə planlaşdırır və səfər zamanı qarşılaşa biləcəkləri çətinlikləri yazılı şəkildə izah edir və bu yolun şəhərlərin inkişafına təsirini müzakirə edirlər. Burada nə var? Marşrut xəritəsi çəkir bu coğrafiyada. Səfər planı qurur. İqtisadi təsiri müzakirə edir. Deməli, burada nə var? Tarix, coğrafiya, iqtisadi baxış, yəni coğrafiya ilə bağlıdır. Ona görə fənlər arası. Real sosial problem yoxdur deyə fən üstü götürənmərəm. Başqa fən daxili üfüqü götürənmərəm, çünki başqa fən var. Ona görə fənlər arası tarixlə coğrafiyanı əlaqələndirir. 1B-dir. 2-yə baxaq. Şagirdlərə qədim Misirə aid xəritə və qısa mətn təqdim olunur. Onlar xəritəyə əsaslanaraq qədim Misirin yerləşdiyi ərazini və Nil çayının bu ərazidə dövlətin formalaşmasına necə təsir etdiyini izah edirlər. Eyni zamanda verilmiş mətndən istifadə edərək qədim Misirdə mərkəzləşmiş hakimiyyətin yaranmasının səbəblərini müəyyənləşdirirlər. Xəritə var, coğrafiyadır. Mətn təhlili var, siyasi problemlər var. Deməli, tarix daxilində mövzular əlaqələndirilirsə üfüqidir, coğrafiya ilə də əlaqə var. Deməli, burada fən daxili üfüqi var və fənlər arası var. Fən üstü yoxdur, çünki burada real həyat problemi yoxdur. Fən daxili aspektlər mövcuddur, dərinləşmə yoxdur, coğrafiya nəzərə alınmayıbdır. Yəni, ona görə mən bunu fən daxili üfüqi və fənlər arasını doğru götürərəm. Daha doğrusu, coğrafiya nəzərə alırıq, mən çaşdım. Xəritə var deyə coğrafiyanı götürürük. Tarixlə əlaqəli fənlər arasıdır və fən üstünü də niyə götürdük? Çünki tarix daxilində mövzular əlaqələnir bir-birindən. Mətnin təhlili və siyasi səbəblər araşdırılır. Ona görə cavabım C bəndi olur. 3-ə baxıram. Şagirdlərə Azərbaycan tarixində mühüm rol oynamış biri erkən dövrə, digəri isə 19-cu əsrin birinci yarısına aid olan iki tarixi şəxsiyyət seçib, onların fəaliyyətindəki məqsədləri və həmin dövrün şərtlərini nəzərə alaraq onların daxili siyasətlə bağlı qərarlarını əsaslandırmağı tapşırır. Deməli, eyni fən daxilində gedir, tarixdə gedir, iki dövrü müqayisə edir. Tarix daxilində müqayisə edirsə, fən daxili, yəni şaquli deyil ha. Çünki siniflər arası inkişaf deyil bu. Fən daxilidir. Yəni bir fənnin daxilində gedir, üfüqi inteqrasiya gedir. Tarixin məzmun xəttləri nə idi? Tarixin məkan, zaman, cəmiyyət, nəsə belə bir punktlarlandır. İndi burada məkandan cəmiyyətə, məkandan şəxsiyyətə əlaqələndirir. Yəni üfüqi inteqrasiyadır. Məzmun xəttləri arasında əlaqə var. Ona görə 3A-dır. Sonra 4-ə keçirik. Yaşadığınız şəhərdə bir qədim qala və onun ətrafındakı tarixi ərazi turizmin inkişafı məqsədilə bərpa olunacaq. Şagird həmin ərazinin tarix önəmini, həm mədəni irsini qoruma yollarını, həm də davamlı turizmi əks etdirən plan hazırlayır. Baxaq. Deməli, tarix var, mədəniyyət var, iqtisadiyyat var, ekologiya. Yəni, üstəgəl nə də var? Real şəhər inkişaf planı var. Burada üçü də var. Fənlər arası da var, fən daxili də var, fən üstü də var. Çünki real həyat layihəsi var. Ona görə biz burada fənlər arası, fən daxili, fən üstü götürürük. Nə deyirsəz burada var. Mənim ən sevdiyim sual tipi. Nə axtarsaz var ki, problemi də çıxmasın. 4 oldu C bəndi. Keçək kimya. Çünki hamısı olanda heç bir problemi də çıxmır. Kimyada deyir ki, birinci sualda şagirdlərə müəyyən maddənin qızdırılması zamanı baş verən hal dəyişməsindən bağlı məlumat verilir. Onlardan temperatur artdıqca maddənin hissəciklərinin hərəkətinin necə dəyişdiyini izah etmələri, bu prosesdə maddənin daxili quruluşunda baş verən dəyişiklikləri təsvir etmələri və istilik miqdarının maddənin hal dəyişməsinə təsirini əsaslandırmaları tələb olunur. Deməli, kimya mövzusu hissəciklərin hərəkəti, yəni fizika elementi burada yer alır. Kimya ilə fizikanı əlaqələndirir. Ona görə fənlər arası olmuş olur. Digər variantlar əlbəttə ki, uyğun deyil. Kimya ilə fizikanın əlaqəsi var deyə A bəndi.
İkinci sual. Şagirdlərə müəyyən qatılıqlı duz məhlulu verilir. Onlardan məhlulun qatılığını hesablamaq, daha sonra su əlavə edildikdə qatılığın necə dəyişəcəyini müəyyənləşdirmək və bu dəyişikliklərin məhlulun kimyəvi xassələrinə necə təsir etdiyini izah etmək tələb olunur. Qatılıq hesablanır, su əlavə olunur, dəyişikliklər izah olunur. Hamısı eyni səviyyədə kimyanın daxilində cərəyan edən bir ifadələrdir və məzmun xəttləri arasında əlaqə gedir. Eyni fən, eyni mövzu səviyyəsində əlaqə, məzmun xəttləri arasında əlaqə gedir. Bu da fən daxili üfüqi inteqrasiyadır. Ona görə ki oldu D bəndi. Keçək üçüncü suala. Verilmiş maddənin formuluna əsasən onun hansı maddə sinfinə aid olduğunu müəyyən edin. Bu maddənin kimyəvi reaksiyalarda necə davrandığını izah edin və sonda həmin reaksiyaların hansı şəraitdə daha sürətli və daha səmərəli baş verdiyini əsaslandırın. Burada maddənin formulasına görə sinfi müəyyən etmək tapşırılır. Reaksiyalarda davranışı izah etmək tapşırılır. Hansı şəraitdə daha səmərəli getdiyi əsaslandırılır. Deməli, maddə sinfi əsas anlayışdır, reaksiya mexanizmi var, şərait amilləri, temperatur, təzyiq və s. Sürət, effektivlik var. Bu da eyni fən daxilində mövzu ardıcıl dərinləşməsini göstərir. Bu da fən daxili Şaquli inteqrasiyadır. Çünki bilik səviyyəsi sadədən mürəkkəbə inkişaf edir. Real həyat problemi yoxdur. Fən üstü götürənmərəm, başqa fən əlaqəsi yoxdur. Fənlər arası yoxdur. Yəni sadədən mürəkkəbə doğru inkişaf burada yer alır. Bir mövzunun sadədən mürəkkəbə doğru irəliləyişini göstərir. O da Şaquli inteqrasiya olmuş olur. 3D bəndi. 4-ə baxın. Məktəb həyətinin bir hissəsində ağacların yarpaqlarında saralma müşahidə olunur. Şagird torpaq və su nümunələrini analiz edərək səbəb araşdırır və nəticələri dəyərləndirir. Və ağacların sağlam inkişafı üçün tədbirlər planı hazırlayır. Deməli, torpaq, su nümunəsi, analiz, tədbir planı. Burada nə var? Biologiya, kimya, torpaq tərkibidir, ekologiya, real mühit problemi. Yəni artıq burada tək fən deyil, fənlər arası da var, fən üstü də var. Bir neçə fən də əlaqələnir, real həyat problemi də mərkəzdə durmuş olur. Ona görə cavabım Y bəndi. Keçək coğrafiya. Şagirdlərə qədim yaşayış məskənlərinin yerləşdiyi ərazilərin xəritəsi təqdim olunur. Onlardan bu məskənlərin çay vadiləri, düzənliklər və ya dağətəyi sahələrdə yerləşməsinin səbəblərini araşdırmaları və coğrafi şəraitin həmin ərazilərdə erkən sivilizasiyaların formalaşmasına necə təsir etdiyini izah etmələri tələb olunur. Deməli, xəritə var, plus çay vadiləri var, plus erkən sivilizasiya var. Nə var burada? Coğrafiya ilə tarix inteqrasiya olunur. Bu da fənlər arasıdır. O biri variantlarda fən üstü, fən daxili var. Bunlar uyğun deyil. Çünki iki fən arasında əlaqə vurğulanır. O da fənlər arası B bəndi. 2-yə baxaq. Şagirdlərə Azərbaycanın fiziki xəritəsi təqdim olunur. Onlardan ölkənin dağlıq və düzənlik ərazilərini müəyyənləşdirmələri və bu ərazilərdə əhalinin məskunlaşmasının niyə fərqli olduğunu izah etmələri tələb olunur. Əlbəttə ki, burada nə var? Dağlıq və düzənlik ərazilər məskunlaşma fərqləri var. Eyni fən, yəni coğrafiyada fiziki coğrafiya plus əhali coğrafiyası eyni səviyyədə əlaqə var, məzmun xəttlər arasında əlaqədir. Coğrafi məkan, təbiət, cəmiyyət arasında, coğrafi məkandan cəmiyyət arasında əlaqədir. Yəni sən məsələn coğrafiyaçılara durub Azərbaycan dilinin məzmun xətti düşəsi, hərənin öz məzmun xətti düşür. Ona görə mən həmişə deyirəm ki, hər kəs öz məzmun xəttini əzbər bilsin ki, hər fənnin dil ədəbiyyatı Azərbaycan dil ədəbiyyatı bilməlidir, ibtidailər də Azərbaycan dilinin riyaziyyatı bilməlidir. Mütləq şəkildə ki, onlar sizə testlərdə kömək olsun. Görürsünüz, bir dənə məzmun xəttindən tutmaq olur ki, burada bizdən nə istəyir? Məzmun xəttlər arasında əlaqə, coğrafi məkanla cəmiyyət arasında eyni səviyyədə əlaqə, məzmun xəttlər arasında fən daxili üfüqi inteqrasiya olmuş olur. Cavabım D bəndi. Keçək 3-cü suala. Şagirdlərə Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan küləklərin istiqaməti və sürəti ilə bağlı məlumatlar təqdim olunur. Onlardan küləyin əsasən hansı ərazilərdə daha güclü əsdiyini müəyyənləşdirmələri və bu halın hava təzyiqi fərqləri ilə necə əlaqəli olduğunu izah etmələri tələb olunur. Deməli, küləyin istiqaməti plus təzyiq fərqi var. Hamısı coğrafiyanın daxilindədir. Fən daxili inteqrasiyadır və fən daxili üfüqi inteqrasiya deyərəm, çünki məzmun xəttlər arasında əlaqə gedir. Ona görə A. 4-cü sual. Təsəvvür edin.
Sizin yaşadığınız rayonda son vaxtlar kənd təsərrüfatında məhsuldarlıq azalır. Ərazinin iqlim və torpaq xüsusiyyətlərini nəzərə alaraq bu şəraitə uyğun olan bitki növlərini seçin və yerli əhali üçün uyğun kənd təsərrüfatı üsulları təklif edin. Təklif etdiyiniz üsulların torpağın münbitliyinə, su ehtiyatlarına və ekosisteminə təsirlərini də izah edin. Tapşırığı təqdimat formasında hazırlayın. Deməli, kənd təsərrüfatı planıdır. İqlim var, plus torpaq, plus məhsuldarlıq, plus sosial təsir, plus ekosistem. Hansı fənd esas var burada? Coğrafiya, biologiya, iqtisadiyyat, ekologiya, real layihə. Yəni hər şey var. Mənim sevdiyim sual tipi. Fən üstü, fənlə arası, fən daxili. Nə axtarsanız mövcuddur. Ona görə 4B bəndi olmuş olur. Keçdik Azərbaycan dilinə. Müəllim şagirdlərdən mətndəki söz birləşmələrini müəyyənləşdirməyi, həmin sözləri cümlədəki nitq hissələrinə görə təhlil etməyi və mətndəki üslub xüsusiyyətlərini izah etməyi tapşırır. Deməli, söz birləşməsi var, nitq hissələri var, üslub xüsusiyyəti var. Hamısı dilçilik daxilindədir. Azərbaycan dilinin daxilindədir. Məzmun xəttləri arasındadır. Ona görə də bu fən daxili olmuş olur. C bəndi. İkinci suala baxaq. Müəllim şagirdlərdən mətndəki əsas fikri müəyyənləşdirməyi, həmin fikri əsaslandırmağı və bu mövzu ilə bağlı qısa yazını nəticə formalaşdırmağı tapşırır. Deməli, əsas fikir var, fikri əsaslandırmaq var və yazılı nəticə var. Yenə dil bacarığı daxilində gedir və dilin tərkibində, yəni məzmun xəttləri arasında gedir. Bu da fən daxili üfüqi olmuş olur. 2D bəndi. Keçək üçüncü suala. Burada deyir ki, müəllim şagirdlərə Azərbaycanın təbii bölgələri haqqında mətni oxumağı, işlənmiş terminlərin mənasını izah etməyi və mətndəki məlumatlar əsasında bölgələrdən birini təsvir edən esse yazmağı tapşırır. Deməli, mətn oxunur, terminlər izah edilir və məlumata əsasən bölgəyə təsvir edilir. Burada dil bacarığı, oxu, yazı, izah yer alır, coğrafi məzmun, yəni Azərbaycan təbii bölgələri yer alır. Fən daxili və fənlərarası inteqrasiya mövcuddur. Çünki fən daxilidə oxu, yazı, lüğət işi var. Fənlərarası da Azərbaycan dili, coğrafiya arasında əlaqə var. O da C bəndində olmuş olur. Real sosial problem yoxdur deyə fən üstü götürə bilmərəm. Dördüncü sualımıza keçək. Şagirdlər məktəbdə plastik tullantıların artmasını müşahidə edirlər. Onlar məsələyə hər kəsin diqqətini çəkməklə problemi həll etmək istəyirlər. Dəyişiklik səndən başlayır devizi altında maarifləndirici çıxış mətni hazırlayırlar. Hazırlıq zamanı elmi faktlardan insanları davranışlarını dəyişməyə təşviq edən təsirli ifadələrdən istifadə edirlər. Üzr istəyirəm. Sonra bunu məktəb auditoriyasına təqdim edirlər. Deməli, plastik tullantı problemi var, maarifləndirici çıxış var, elmi faktlar var, auditoriya təqdimat var. Yəni, dil bacarığı, ekologiya, sosial davranış, real problem hamısı var. Fən daxili, fənlər arası və fən üstü. Y bəndini götürürük. Çünki yenə deyirəm. Plastik tullantı problemi var, fən üstü. Maarifləndirici çıxışdır, elmi faktlar, auditoriya təqdimat, hər şey var burada. Bir fənin daxilində də var, fənlər arasında da var. Necə dedik, ekologiya, dil bacarığı, yəni coğrafiya ilə Azərbaycan dili əlaqələri mövcuddur. Cavabım Y bəndi. Təsviri incəsənətə keçək. Şagird bədii naxış hazırlamaq üçün ölçü, simmetriya və təkrarlanma prinsiplərindən istifadə edir. Hazırladığı nümunəni müxtəlif materiallarla istifadə etməklə funksional məhsul hazırlayır. Deməli, ölçü, simmetriya, təkrarlanma var funksional məhsul üçün. Riyaziyyat, simmetriya riyaziyyatdadır. Təsviri incəsənət də elə adından göründüyü kimi. Deməli, fənlər arası inteqrasiya mövcuddur. Cavabım olur A bəndi. Hər hansı bir fən daxili məqam vurğulanmayıb. İkinci sual. Şagird məktəbdə tullantıların düzgün çeşidlənməməsi problemini müşahidə edir və bu problemin həlli üçün təşəbbüs göstərir. O, tullantıların düzgün çeşidlənməsi mövzusunda maarifləndirici afişa hazırlayır. Afişada rəsmlər, simvollar, rənglər və qısa mətnlər vasitəsilə tullantıların hansı qutulara atılmalı olduğu izah olunur. Hazırlanan afişa məktəbin girişinə asılır və şagirdlərin ekoloji davranışına təsir göstərməyi hədəfləyir. Deməli, tullantı çeşidlənməsi var, afişa var, rəng var, simvol var, mətn var, ekoloji təsir var. Deməli, burada təsvir incəsənət, ekologiya, sosial davranış, Azərbaycan dili, real problem,
fənlərarası, fən üstü var. Yəni burada fən daxillik bir məqam yoxdur. Çünki sadədən mürəkkəbə bir şey getmir, məzmun xəttlər arasında da əlaqə yoxdur. Fənlərarası və fən üstü olmuş olur. 2D bəndi. Üçüncü suala baxaq. Şagirdin müxtəlif həyat vəziyyətlərini təsvir edən real bir səhnə seçməsi tapşırılır. O seçdiyi hissəni ifadə etmək üçün yağlı boyadan istifadə etməklə təsviri sənətin müəyyən bir janrında rəsm çəkir. Sonda isə hazırladığı rəsmin hansı emosional təsiri yaratdığını və istifadə etdiyi vasitələrin bu duyğunu necə ifadə etdiyini obrazlı şəkildə əsaslandırır. Deməli, həyat vəziyyəti yer alıb, rəsm yer alıb, emosional təsir var, şifahi əsaslandırma var. Yəni, təsviri incəsənətlə dil bacarığı, Azərbaycan dili yer alır, fənlər arası oldu və fən daxilində də əlaqə var, çünki incəsənət daxilində ifadədə yer almış olur. Ona görə fən daxili və fənlər arası, yəni təsviri incəsənətin daxilində də əlaqə var. Ona görə fən arası, fən daxili olmuş oldu B bəndi. Keçək musiqiyə. Üzeyir Hacıbəylinin və Beethoven'ın bədii üslubunu və emosional ifadə tərzini müqayisə edin. Hansı bəstəkar emosiyanı daha aydın və təsirli şəkildə ifadə etdiyini müəyyənləşdirin. Burada eyni fən musiqidən gedir söhbət. Hacıbəyli ilə Beethoven müqayisə olunur. Bu da fən daxili inteqrasiya olmuş olur. Bir fənin içində əlaqə olanda fən daxili olmuş olur. Əgər siniflər arasında olanda siniflər arasıdırsa şaqili olur, məzmun xəttlər arasıdırsa üfüqi olur. Burada da onu vurğulamayıb, çünki bir sinif daxilindədir, çox dərinə getməyib. 1B-dir. 2-yə baxırıq. Koroğlu dastanından bir parçanı seçin və operadakı musiqi ilə bu mətnin emosional və ideya yaxınlığını müqayisə edin. Bəstəkarın ədəbiyyatdakı obrazı necə musiqiyə çevirdiyini və aşıq musiqisinin hansı üslub və ifadə vasitələrindən istifadə etdiyini müəyyənləşdirin. Koroğlu dastanı ədəbiyyatdadır, operada, musiqidə. Musiqi ilə ədəbiyyatın əlaqəsi var, fənlər arasıdır və musiqi daxilində də üslub təhlili var, ona görə də fən daxilidir. Cavabım A bəndi olmuş olur. Üçüncü sual. Fikrət Əmirovun Şur simfonik muğamının sizdə yaratdığı emosional hissləri, musiqidə istifadə olunan alətləri, melodiyanın və tempin bu hisslərin yaranmasına necə təsir etdiyini ifadə edən vizual təqdimat hazırlayın. Burada nə deyir? Fikrət Əmirovun Şur muğamı var, musiqi analizi var, vizual təqdimat var. Bu da musiqi ilə təsvir incəsənətin, vizual incəsənət, təsvir incəsənətin əlaqəsidir, fənlər arası və fən daxili, çünki bir fənin daxilində də əlaqə mövcuddur. 3 oldu B bəndi. Keçək texnologiya. Evdə istifadə olunan elektrik cihazlarından birinin enerji sərfiyyatını hesablamaq üçün məlumat topla. Bu məlumatlara əsaslanaraq cihazın gündəlik və aylıq enerji sərfini və bunun ailə büdcəsinə təsirini müəyyən edilir. Deməli, elektrik cihazının enerji sərfiyyatı var. Bu hesablanır, aylıq sərf çıxır, ailə büdcəsinə təsirini müəyyən olunması var. Deməli, texnologiya fənni var, cihaz enerji, riyaziyyat var, hesablama var. Çünki iqtisadiyyat, indi coğrafiyanın tərkibində gedir, iqtisadiyyat bölməsi. Çünki büdcə təsiri hesablaması var. Yəni, bir neçə fən əlaqələnir, ona görə də fənlər arası olmuş olur. Fən daxili olmaz, çünki yalnız texnologiya deyil, fən üstü olmaz, çünki konkret real problem layihəsi yoxdur. Ona görə cavabım B bəndi olmuş olur. 2-yə baxaq. Mətbəx üçün doğrama lövhəsi hazırlamaq üçün formasını və ölçüsünü seç, hansı materialdan olacağını müəyyənləşdir, sadə eskizini çəkib onun 2 üstünlüyünü qeyd et. Deməli, doğrama lövhəsi hazırlanır, ölçü seçilir, material seçilir, eskiz çəkilir. Burada texnologiya var. Ölçü olduğuna görə riyaziyyat var, eskiz olduğuna görə təsvir incəsənət var. Bu həm fən daxilidir, çünki texnologiya daxilində planlama var, həm də fənlər arasıdır. Çünki riyaziyyatla incəsənətin, təsvir incəsənətin əlaqəsi var. Ona görə cavabımız olur A bəndi, fən daxili, fənlər arası. Üçüncü suala baxırıq. Şagirdlərdən biri sinif otağında stulların bəzilərində boşluq olduğunu görür. O, bu stullarda balaca şagirdlərin də əyləşdikdə yıxıla biləcəyini nəzərə alıb stulları təmir edir və məktəb əşyalarına qarşı məsuliyyətli davranmağın vacibliyini yoldaşlarına da bildirmək üçün sinif qapılarına bununla bağlı məktəb əşyaları bizim birgə məsuliyyətimizdir adlı posterlər yapışdırır. Deməli, burada stullar təmir edilir, məsuliyyət barədə poster hazırlanır. Burada nə var? Təmir var, texnologiya aiddir. Poster var, Azərbaycan dilindən təsvir incəsənətə aiddir. Və real məktəb problemi var.
Deməli, bu həm fənlər arasıdır, həm də fən üstü. Yəni, həyat problemi yer almış olur. Cavab A bəndi. Keçək fiziki tərbiyə. Bədənin əyilmə qabiliyyətinin sağlamlığa təsiri haqqında qısa məlumat oxuyub 3 müxtəlif əyilmə hərəkətini düzgün yerinə yetir. Deməli, bədənin əyilmə qabiliyyəti haqqında oxumaq 3 hərəkəti icra etmək tapşırılır. Fiziki tərbiyə mövzusundadır. Gördüyümüz kimi və eyni fən daxilində nəzəri və praktiki hissə yer alır. Ona görə də bu fən daxili inteqrasiya olub bir fənin tərkibində üfüqi inteqrasiyadır. Əlbəttə ki, məzmun xəttlər arasında olur. Burada real sosial problem yoxdur deyə biz bunu fən üstü götürə bilmərik. Fənlər arası da əlbəttə ki, yoxdur. Çünki bir neçə fən arasında əlaqə mövcud deyil. İkinci suala keçək. 100 metrlik məsafəni 20 saniyəyə qaçdığını nəzərə alaraq sürətini hesabla, eyni sürətlə 150 metrə nə qədər vaxt lazım olduğunu müəyyən et. Tənəffüs texnikasına əsaslanaraq neçə dəfə nəfəs alacağını təxmin et və bu göstəricilərə uyğun şəxsi sürət güc məşq planı tərtib et. Deməli, 100 metr 20 saniyə sürəti hesabla deyil, 150 metr üçün vaxt tap deyil, nəfəs sayını təxmin elə deyil, şəxsi plan qur deyil. Deməli, fiziki tərbiyə var. Nəfəs olduğuna görə biologiyadır və hesablama var, riyaziyyatdır. Burada fənlər arası riyaziyyat biologiya olduğuna görədir, fən daxili də fiziki planlama olduğuna görədir. Cavabımız A bəndi. Və nəhayət 3-cü sual. Son vaxtlar sinif yoldaşlarının dərs zamanı tez yorulduğunu, hərəkətsiz qaldıqlarını və çoxunun qamətində əyilmə müşahidə edən şagird Sağlam Həftə adlı layihə təşkil edir. Sinif yoldaşlarının fiziki vəziyyətini yaxşılaşdırmaq üçün uyğun hərəkətləri seçərək sadə bir məşq planı hazırlayır və onların qidalanma vərdişlərinə, xüsusilə əzələlərinin bərpasını və enerjinin təminini dəstəkləyən zülal və karbohidrat və su qəbulunun düzgün tənzimlənməsinə diqqət çəkir. Deməli, Sağlam Həftə layihəsi var, fiziki hərəkət planı var, qidalanma var, zülal var, karbohidrat var, su balansı var. Var da var. Yəni, biologiya, fiziki tərbiyə, sağlam həyat, real sosial layihə, yəni əsas məfhumlar bunlardır. Burada hər şey yer alır. Fən üstü də var, fən daxili də var, fənlər arası da var. Çünki hamısının əlaqəsi vəhdət təşkil edir. Bir fənin daxilində də var. Layihə varsa fən üstüdür. Bir neçə fənin əlaqəsi də mövcuddur. Ona görə cavabım D bəndi olmuş olur. Bu qədər uğurlar inşallah növbəti izahlarda görüşərik.